ادخلوا الجنة أنتم وأزواجكم تحبرون. Hər bir müsəlman çalışıb Allah Taala'nın mübarək kitabı Quran-ı Kərimi öyrənməyə və onu oxumağa can atmalıdır. Quran-ı Kərim Allah Taala'nın kəlamıdır və mübarək bir kitabdır və əzəmətli bir kitabdır. Və müsəlman da çalışıb onu öyrənməlidir və onu oxumağa həris olmalıdır. Və hər gün ərzində də ən az da olsa belə 1 aya, 2 aya, 3 aya olsa da belə Quran-ı Kərimdən oxumalıdır. Və oxusun ki, və Allahın kitabını özü özlüyündə əzəmətləşdirsin. Və həmçinin Allahın kitabı ilə əməl etsin. Və kim Allahın kitabını oxuyarsa, bu onun üçün Allahdan bir fəzilət, bir lütfdür. Və onun üçün çalışıb hər bir müsəlman Allahın kitabını dəyərləndirsin və onu oxusun. Quran-ı Kərim insanların qəlbinə və ruhuna rahatlıq gətirir. İnsanların qəlblərinə bir xoşluq gətirir, zövq verir. İbn Məsudun radiyallahu anhümanın rəvayət etdiyi hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim Allahın kitabından bir hərf oxuyarsa, ona bir savab yazılar. Hər savab 10 qatı ilə yazılar. Mən əlif, ləm, mim bir hərfdir demirəm. Lakin mən əlif bir hərf, ləm bir hərf və mim də bir hərfdir deyiləm. Yəni, Quran-ı Kərimi insan nə qədər çox oxuyarsa və oxuduğu hər bir hərfə 10 savab yazılar.